Salam bir də əziz tələbələr, imtahan verənlərə də uğurlar, verəcək olanlara da uğurlar. Deməli, imtahan necə düşür uşaqlar, səviyyə nə olur və s. və ilaxır, nə gözləyirik biz ballardan. Deməli, bu il düşən sualların səviyyəsi 2024 və 2025-dən çətindir, lakin 2023-dən asan. Bu da o deməkdir ki, ballarda nə gözləyir bizi? Ballarda bizi gözləyir müəyyən qədər aşağı düşmək. Əgər ayın 15-də olan imtahanda bu səviyyədə olarsa. Demək olar ki, imtahan yaxşı keçib, amma riyaziyyatdan yaxşı keçib. Amma bizi məyus edən nədir? Azərbaycan dili çətin düşür deyənə bizdə bəzi yaxşı oxuyan tələbələrimiz əfsuslar olsun ki, gedib Azərbaycan dilini başlayıb yazmağa, riyaziyyata heç vaxt qalmayıb. Və nəticəsi, məsələn, 100 gözlədiyimiz gətirib 75. Beləsi də olub. Kimlər ki də, belə deyək ki, mənim məsləhətimə qulaq asıb, saat aparıb, hər fənnə 1 saatdan artıq vaxt sərf eləməyib, 24-25, 24-25, yəni kifayət qədər 24-25 yazan riyaziyyatdan var. Yəni, riyaziyyat sualları uşaqlar 20 plus yazmaq üçün rahat idi. Yəni, siz deyə bilərsiniz ki, yox, mənim elə deyildi. İnandırım ki, sizi bizim sınaq qruplarımıza qoşulan 80 sınağı yazanda ən qədər sualın təkrarını göstərə bilərəm. Canlıdan da təkrarını göstərə bilərəm ki, bax, eynisidir, hətta rəqəminə qədər eynisini göstərə bilərəm. Yəni, bu deməkdir ki, yəni, alın təri olanlar 20 plus götürə bilərdir riyaziyyatdan. İndi nə götürmüşsünüz o heç, daha keçənə güzəş deyərlər. Ancaq ayın 15 imtahan verənlərə də məsləhətim saat aparın. Hər fənnə 1 saatdan artıq vaxt sərf eləməyin. Yəni, oturub Azərbaycan dilindən uşaqlarımız var, nə var, 2 dənə sual çox yazacaq deyənə, götürüb saat yarım Azərbaycan dilinə vaxt sərf edib, sonra gəlib 1 saat ingilis dilinə vaxt sərf edib, yarım saat qalıb, yarım saatda da riyaziyyat yazıb, 75-76 çıxardır. Yəni, bu 3-dən asıl sualı məsələn yazmayın, çatdırmıyor, yəni bir var ki, nöqtə qoyarsan, nöqtəyə də çatdırmıyor. Bax, belə problemlərlə üzləşməmək üçün və bizi bu təkcə məyus edir, qalan şeylər problemli deyil. Bunlarla rastlaşmamaq üçün də nə edirsiniz, özünüzlə saat aparırsınız, uşaqlar, uğurlar sizə.